Xoş gördük əziz dinləyicilər. Bilirsiniz ki, bu məmləkətin kifayət qədər düşmənləri var və istənilən yerdən çıxan, istər dindar olsun, istər siyasətçi olsun, hər kəs bir yerdən formalaşan, istər Rusiya, İran, Səudiyyə Ərəbistanından, deməli Azərbaycana yüzlərlə insan yetişdirilərək göndərdi. Həm burada 5-ci kolon var, Rusiyanın 5-ci kolonu, İranın 5-ci kolonu, həm də dini kolonlar var. Bilirsiniz ki, Qum məktəbi illərlə Azərbaycansın vilayət-i fəqih şpiyonluğu yetişdirdi. Digər tərəfdən də Mədinə məktəbi Azərbaycan üçün yenə ayrı bir dini şpiyon məktəbi yetişdirdi. Həm dini yoxa çıxartdılar, həm Azərbaycanın milli məsələlərinə qarışırlar, hər bir mənada Azərbaycan xalqının genofondunu məhv edirlər. Amma şükürlər olsun Allaha ki, Azərbaycanda məsələ elə formadadır ki, Azərbaycan milli, mədəni, mental dəyərlərini Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundovlar formalaşdırdığına görə bizdə mədəni formasiya öz yerini tapıb və milli məfkurə, demokratik məfkurə, insan haqq və hüquqları mənasında layiq bir düşüncə tərzi daha güclüdür. Daha güclü olduğundan 35 ildir İran pul xərcləyir, amma Azərbaycanda İraqda etdiyini edə bilmədi, Livanda etdiyini edə bilmədi və yaxud da digər ərazilərdə etdiyini edə bilmədi və yaxud da ki, Səudiyyə Ərəbistanı milyonlarla dollar pul xərcləyir ki, Azərbaycanda bir ara vəhabizmi, sələfizmi gücləndirdi, amma məntiqi nəticəsinə vardıra bilmədi. Yenə zəif qaldılar. Çünki içəridə olan o mədəni kəsim, milli Azərbaycan milli mədəniyyətinə sahib olan, layiq bir mədəniyyətə sahib olan Azərbaycan xalqı onlara üstünlük gəldi. Həmişə mədəniyyət mədəniyyətsizliyə qalib gəlib. Onların qoyduğu, istər İran olsun, istər Səudiyyə Ərəbistanı olsun, onların Azərbaycan mədəniyyəti qarşısında qoyduğu mədəniyyət zəif olduğundan onlar qalib gələ bilmədi. Amma bu yaxınlarda mən yenə də deməli sələfilərin Azərbaycanda olan başçısı qamət barəsində mən çox danışmışam. Bunlar Mədinə məktəbinin tör-töküntüləridir və belə bildirir ki, Azərbaycanın imperiya atası, imperiya banisi Azərbaycanın istər siyasi tarixində, istər mədəni tarixində, istər ədəbi tarixində çox böyük şəxsiyyət olan Şah İsmayıl Xətai barəsində bildirir ki, o zındıq olur. Əvvəla onu deyim ki, zındıq sənin atan Müaviyyədir. Yəni birinci bunu anlamaq lazımdır. Zındıq Müaviyyədir və Müaviyyənin Əbu Süfyanın arxasıca gedənlərdir. Təəssüflər olsun ki, çox təəssüflər olsun ki, Azərbaycan hökuməti belə şeylərə fikir vermir. Azərbaycan hökuməti nəhayət belə şeylərə fikir verməlidir və bu insanlara, Azərbaycan milli dəyərlərinə, milli məfkurəsinə zərbə vuran insanları nəhayət yerinə oturtmalıdır. Amma yerinə oturtmasa da bizim kimi insanlar öz təfəkkürü ilə, öz fikirləri ilə xalqımıza daha doğrunu təbliğ eləyəcək və yenə bildirirəm ki, Azərbaycanda olan, yəni qamətin başçılıq elədiyi, Yaşar Qurbanovun başçılıq etdiyi, məhz Mədinədə formalaşan İslam yox, əhli kitab yox, əhli hədis məktəbinin davamçılarıdırlar və mədəniyyət etibarilə də ərəb milliyyətçiliyinin atası olan Əbu Süfyanın və Müaviyyənin məktəbinin davamçılarıdır və onlar Azərbaycan xalqının böyük şəxsiyyətlərinə söz deyə bilməzlər. Biz buna imkan verməməliyik. Təbliğlərimizlə, geniş sözlərimizlə və duruşumuzla biz bunlara cavabını verməliyik ki, belə insanlar ayaq tutub yeriməsinlər. Çünki Şah İsmayıl Xətaiyə Şiə üzərindən qiymət verirlər. Baxın, mən heç bir firqəçi deyiləm, mənim heç bir firqəm yoxdur, amma mən heç vaxt Şah İsmayıl Xətaiyə bir Şiə firqəsi üzərindən söz demirəm. Və yaxud da Babək ümumiyyətlə müsəlman olmayıb, o mən Babəki də sevirəm, çünki mənim üçün milli dəyərlər, siyasi dəyərlər, Azərbaycan xalqının milli dəyərləri vacibdir. Mən hər bir məsələyə bu baxımdan baxdığıma görə, siyasi baxımdan yanaşdığıma görə, dövlətçilik baxımından yanaşdığıma görə mən heç bir Azərbaycanın tarixində olan böyük şəxsiyyətləri onun firqə təəssübkeşliyi ilə bölmürəm. Və bir daha bildirirəm ki, zındıq əlbəttə ki, qamət kimilərdir və qamət kiminin arxasıca getdiyi Müaviyyələrdir. Təşəkkür edirəm diqqətinizə görə.